Azərbaycanın müasir dövlət idarəçiliyinin formalaşmasında liderliyin, institusional davamlılığın və innovativ yanaşmaların rolu geniş təhlil olunmuş. Ölkəmizin iqtisadi, texnoloji və idarəetmə potensialı düşünülmüş siyasət və ardıcıl islahatlar nəticəsində əhəmiyyətli dərəcədə güclənib. Ağdam şəhərində keçirilən dövlət idarəçiliyində innovativ texnologiyalar mövzusunda səyyar təlimdə bu fikirlər səsləndirilib. Çıxışlarda dövlət idarəçiliyində innovativ yanaşmaların əhəmiyyəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və idarəetmə proseslərində peşəkar kadr potensialının rolu vurğulanıb. 2 gün davam edəcək təlimdə dövlət idarəçiliyinin klassik nəzəri əsasları ilə müasir idarəetmə prinsipləri qarşılıqlı müqayisə olunacaq. Azərbaycan Respublikası uğurla inkişaf edir bir çox sahələrdə və bu uğurun əsasını bilik və bacarıq, elm və təhsil təşkil edir. Azərbaycanın qazandığı bu nailiyyətlər şübhəsiz ki, dövlət idarəçiliyində tətbiq etdiyi yeni texnologiyalardır. Bu elə texnologiyalardır ki, onların əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdu. Bu gün isə Prezident İlham Əliyev bunu tam yeni səviyyəyə çıxardı. Bu elə texnologiyalardır ki, onlar praktiki olaraq bir dərsliklərdə, ensiklopediyada yoxdur. Bu tam yeni texnologiyalardır ki, Azərbaycana imkan yaradır ki, 75-ci məsələn iqtisadi imkanla dünyada 25-ci yer tutmaq. Bu ən müasir iqtisadi inkişaf göstəricisidir ki, tək iqtisadiyyatı yox, eyni zamanda sosial sahəni, hali arasında gəlirlərin bölünməsi. Azərbaycan 25-ci yerdədir. Kimi geridə qoyub? İtaliyanı, Belçikanı, Çekiyanı, bu tədbirin Ağdamda keçirilməsi isə xüsusi əhəmiyyət daşıyır. Buranın inkişafı innovativdir və tam yeni prinsiplər.